Varno, puno hladno, brate. Uşaqlar çox soyuqdur. Əllərim donub da təsəvvür edin. Əllərimi hiss eləmirəm. Yəni bu insanlar da necə yaşayır? Bəlkə də alışıblar, öyrəşiblər, bilmirəm amma həqiqətən çox soyuqdur. Un aplauso pa mami y papi, porque en verdad rompieron. Uşaqlar, belə bir soyuq yoxdur. Həqiqətən bir görə oturmağa yeri var burada içəridə. Oturmağa yeri yoxdur. Təmiz gəzgin olmuşam, ona baxın. Girək bura, görək elə bir. Dobre, super. Belə bir yerdir uşaqlar. Mən də buradayım. İndi əziz dostlarım, bir yerə oturduq. Valla. İndi kapuçinomuzla çayımız gəldi. İçimizi silək. Salam əziz dostlarım, hər vaxtınız xeyirli olsun. Bugün Belqrad, Serbiyada birinci günümüzdür. Bundan öncəki videoya baxdınız, mən Qatarla, Montenegrodan, Çernogoriyadan gəldim bura. O Qatarın sayəsində mən çox gözəl dostlar tanıdım. Bundan öncəki videonu izləməyənlər varsa kanalıma daxil olun, bundan öncəki videoya baxın, məlumat sahibi olun, ondan sonra bu videonun gəlin davamını izləyin. Əziz dostlarım, hal-hazırda mən Belqrad, Serbiyadayam. 2025-ci il 31 dekabrdır. Bir restoranda oturmuşuq, kofe içirik. Qatarda tanış olduğum dostumla. O Montenegro oldu. O da gəlib həmçinin gəzməyə. Burada otel tutub, o ayrı yerdə qalacaq, mən ayrı yerdə. Bugün akşam inşallah burada böyük bir bayram var, böyük bir şənlik var. Bacara bildiyim qədər sizə Serbiyanın bayramı necə qeyd edirlər, burada şəhərdə insanlar necədir, hər tərəfli mən sizə ətraflı hər şey göstərəcəm. Videonu bəyənib kanala abunə olmağı, gözəl fikirlərinizi yoruma yazmağı unutmayın. Sizi sevirəm, videoya davam edək. Görək başımıza nə gəlir. Hadi. Azərbaycan salam. Salam Azərbaycan. Azərbaycan zdravo. Azerbaycan zdravo. Ты же Светлана, про добрые люди. Zdravo Azerbaycan. Zdravo Azerbaycan. Serbiya. Azerbaycan zdravo. Ладно. Haydi Əziz dostlarım, restorandan çıxdım. Serbiyadan salam. Əziz dostlarım, hal-hazırda mən Serbiyanın Belqrad şəhərindəyəm. Mən həyatımda ilk dəfə olaraq tək başına Qatarla yaşadığım xarici bir ölkədən başqa bir ölkəyə səyahət etdim. Toplam 16 saat, 17 saat mən yol getdim. Hal-hazırda mən Serbiya, Belqraddayam. İndi dostumun atdığı konuma baxıb o yola tərəf gedəcəm. İnşallah yaxşı olar əziz dostlarım. Sizi sevirəm. Videoya sona kimi mütləq şəkildə baxın və sizin yeninizi təbrik edirəm. Ola da bu videonu mən gec paylaşaram. Yeni ildən bir həftə sonra, bəlkə 2 həftə sonra bilmirəm. Amma sizin yeninizi indi bu dəqiqə təbrik edirəm. İnşallah ki mənim mesajım sizə çatmışdır. Təşəkkür edirəm, sağ olun. Əziz dostlarım, hal-hazırda mən Belqradın bildiyimə görə tam şəhərin neytral zonasındayım. Yəni buralarda körpülər var. Burada Starigrad var, Novigrad var. Məncə Novigrad o birisi tərəfdir. Arkada gördüyünüz binalar olan tərəf. Bu tərəf Starigraddır. Yəni köhnə şəhər, yeni şəhər. İndi dostum qarşıdadır, gedirəm onun yanına. Gedim onunla görüşüm. Görək bugün nə edir əziz dostlarım mənim. Belə bir yerdəyim. Ay qardaşım! Hoş geldin. Allah aşkına seni gördüm abi. Gel. Getdik ardımızda. Hayatımda elədiğim en güzel şeylerden biri. And olsun Allah'ımıza. Süper. Yolcu necədir? Rahat. Allah. Süper Görüm kardeşim. hapısan yəni sev baslarını. İki sürü orada yaşayırsan qardaşım. 4-cü il bir Ay maşallah qardaşımız 4 ildir Azərbaycanın kənarda yaşayır ailəsindən. Allah həmişə belə canını sağ eləsin. Dedim gəlim qardaşım da görüm, Serbiyanı da görün. Görünüz olur əziz dostlarım. Xoş gördük. Bizim qardaşımızdır, həm müdürümüzdür. Kardeşim sıraz değil, sumkanı koy bagaja. Hoppala. Koyayım, hoppala. Kardeşim ben. Şu kavuşturana da. Süper dersin, süper.
Aydan. Bravo brate moj. Görəndə ki, çəkirəm, elə bir qızışır. Ləzzət eləyirlər sənə. Qızışıram əli baxdı. Te veo seca, tú quieres una fresquita, un traguito, una champañita, lo que tú quieras. Əziz dostlarım, bayaq gördüyünüz kimi Rəşad qardaşım məni sağ olsun qarşıladı. Onunla biz söhbət etdik, danışdıq. Çıxdıq, gəzdik, söhbət elədik. Saat yarım 2 saat danışdıq. Başqa da mənim 200 dənə izləyicim var. Onlar da hal-hazırda işlədilər. Çünki bu ölkələrdə ümumiyyətlə yəni ancaq işləməlisən. Məsəl üçün bu gün mən Serbiyaya gəlməsəydim, bu günləri mən də çalışacaqdım. Əslində mən çalışmayacaqdım. Yəni bunu bilmirik ki, yəni məndə o sifət yoxdur. Amma yenə də yəni əsas işdir birinci. Bayramdan da öncə, ad gündən də öncə həmişə birinci işdir. Hələ Azərbaycandan başqa ölkəyə təzə gedirsənsə, həyatını yenidən qurmağa başlayırsansa, sıfırdan başlayırsansa, həmişə birinci işdir ki, mənim sizə məsləhətim budur. Əsas birinci işə önəm verin. Çünki mən keçən il məsəl üçün yeni ildə işdə oldum. Həmin iş zamanı mən yenilik qeyd elədim. Ondan sonra 21 yaşım mən həmçinin iş günündə qeyd elədim. Yəni belə şeylər olur, amma şükürlər olsun Allaha 22 yaşım mən Azərbaycanda istirahət elədim, qeyd elədim və bu gün yeni ili mən başqa bir ölkəyə qatarla gəlib burada qeyd elədim. Yəni belə şeylər olur mənim əziz dostlarım. İndi hal-hazırda mən Belqradın küçələrindəyəm. Gəzirəm, dolanıram və əsas sizə sübut eləmək istəyirəm ki, insan tək başına hər şey eləyə bilər. Tək başına insan əylənə bilər, gəzə bilər, dolana bilər, həyatın dadını çıxarda bilər. İndi əziz dostlarım, mən təngənəbəs oldum. İndi əziz dostlarım, ekrana şəkillərimi qoyacağım və deyəcəyiz, bu necə çəkdirdin? Önümə gələn istənilən insana yaxınlaşıram və deyirəm, mən bugün gəlmişəm Serbiyaya, təkəm, turistəm, mənim şəklimi çəkə bilərsən və hamısı çəkir. İnanırsınız, yəni çox dostumdan yaxşı çəkirlər. Dostlarım mənim şəklimi çəkəndə 40 dəfə çəkdirirəm, 200 dən bəyənirəm, amma bunlar çox yaxşı çəkir. Hal-hazırda təpəyə doğru çıxıram. Ona görə təngənəfəsəm. Dostlarım, hal-hazırda mən bilmədiyim bir yerdəyəm. Şəhərdə çox gözəl yeni il havası var. Mən acıdım. Dedim gedib başqa yerdə bilmədiyim bir qiymətə, baha bir qiymətə yemək yeməkdənsə çantamda mənim atışdırmalıqlar var. Onları yeyəcəm ki, axşam da artıq gedib restoranda oturanda adam kimi, adam balası kimi yemək yeyim. İndi belə bir atışdırmalığımız var. Bunu mən videonu qoyuram, baxın, bunu mən almışdım Montenegro'da İdea Marketdən. O məndədir, indi bunu yeyəcəm. Çantamda o videoda gördüyünüz xanım vardı, uşaqların yanında. O mənə belə atışdırmalıqlar verdi. Baxın, belə hələ çantamda nə qədər belə şeylər var. Bunları verdi ki, yol boyunca acısan yeyərsən. Düzdür, acından ölmürəm. Yəni bunu da deyim, pulum var ha. Qəşəng pulla çıxmışam. Amma pulum var deyə demək deyil ki, bunlar çantamda qalacaq. Değil mi? İnşallah zəhmət olmasa videonu bəyənin. Mən də bunu yeyirəm. Videonu bəyənin. Kanala abunə olmağı, yoruma gözəl sözlərinizi yazmağı unutmayın əziz dostlarım. Sizi sevirəm. Dostlarım, hava o qədər soyuqdur ki, bu belə donub təsəvvür edin. Həqiqətən soyuq var. Yəni maroz deyil, amma yaxşı bir soyuq var. Ona görə yemək eləmək lazımdır. Şükür olsun Allah'ın bu gündən. Şükürlər olsun. Əziz dostlarım, gözəlliyə baxın siz, gözəlliyə baxın siz. Çıxın bu dünyanı gəzin, görün də uşaqlar. Adamın heç qardaş adama belə şey arzu eləmir. Yenə gözəlliyə baxın siz. Gör necə gözəldir. Proši se sve, žao mi je, al tako je, da li znaš da te ne volim, gdje je puklo to i ne pamtim.
Süper uşaqlar. Süper, çok güzel. Çok güzel, həqiqətən çok güzel. Çıxın dünyanı gəzin. Fərqli ölkələr, fərqli insanlar, yeni mədəniyyətlər tanıyın. Süper, bravo! Bravo, süper. Bir çantamdı, bir de mənim. Başka hiçbir şey yoktu yani. Allah'ın bu gündən şükürlər olsun əziz dostlarım. Ne kadar elden ayaqdan düşməmişsiniz, ne kadar ki cavansınız. Belə deyək də canınızda suyunuz var. Gəncsiz, çıxın, gəzin, dünyanı gəzin, insanlar tanıyın. Həqiqətən çox gözəl bir şeydir, həqiqətən. Bravo! Bravo! Şerefe. Şərəfə, sağlığımıza. Şerefe. Salam, salam Azərbaycan. Salam Azerbaycan. Salam. Hello Azerbaycan. Arab brothers. Да, стварно, puno dobre. Братья. Наши братья. Şerefe. Şərəfə. Valla bratı. İnşallah tək gəzin, dünyanı gəzin, gözünüzü gözəl insanlarla tanış oluraq. Super bratı, valla. Jiveli. Dobro jutro, sabahınız xeyir. Sabahınız xeyir. Ha, Sabahınız xeyir. Sabahınız xeyir. Sabahınız da. Добрый вечер. Akşamınız xeyir. Добрый вечер. Akşamınız xeyir. Akşamınız, ha. Kakosi necə? Akşamınız xeyir. Akşamınız da. Kakosi necəsən? Necesin? Da. Çok güzel. Necesin? Akşamınız xeyir. Necesin? Azerbaycan. Şerefe. Şərəfə, değil mi? Əziz dostlarım, gördüğünüz kimi hal-hazırda gözəl bir restorandayım. Buranın vətəndaşlarıyla görürsünüz tanış oluram. Mən başqa stolda, onlar başqa stolda belə salamlaşırıq, tanış oluruq, söhbətləşirik, dostlaşırıq. Ölkələr arası dostluğumuzu daha da gücləndiririk. İndi hal-hazırda dediyim kimi oturmuşam özüm üçün, internetimə girirəm, əylənirəm. Axşam biraz hava qaralsın artıq saat 9, 10, 11 olanda daha da gözəl olacaq. Hamısını sizə göstərəcəm əziz dostlarım. Sizi sevirəm. Əziz dostlarım, rəsmi olaraq mən oturduğum restorandan çıxdım. Deməli, bu danışdığım dostlarım ki var ya mənim. Onlar məni öz evinə dəvət elədilər. Sadəcə mən istəmirəm kiməsə yük olum. Yük də deməyək. İstəyirəm özüm də biraz rahat olum. İndi hal-hazırda yazdığım, danışdığım oteldir, hostellərdir, belə yerlər var. İndi gedirəm hal-hazırda birinə baxmağa. Bir hosteldir. Açığı mən hosteldə qalmaq istəmirdim. Sadəcə hostel o qədər xoşuma gəldi. O qədər ora gözəl insanlar gedir və mənim kimi turistlər gedirlər deyə marağımı çəkdi. Bir gün 70 manatdır. İndi ora yollanıram. Gedim baxım görüm necədir. Mən hamısını paylaşacağım əziz dostlarım. Videonu bəyənməyi unutmayın. Baxın burada belə gözəl yerlər var. İnanırsınız ki belə yerlər şəhərin hər yerindədir. O qədər böyük, o qədər genişdir ki. Yəni bura təsəvvür edə bilməyəcəyiniz qədər böyükmüş. Mən bunu bilirdim amma insan gəlib öz gözü ilə görəndə tamam başqa cür olur da, yəni həqiqətən. Çox gözəldir. Hal-hazırda hostelə tərəf yollanıram, gedirəm. Aydan. Bravo. Əziz dostlarım, konum buranı göstərir. Bilmirəm düz gəldim yoxsa yox. Girək görək nə var burada. Aha, elə bura olacaq. Əgər uşaqlar bura həqiqətən də elədirsə, çox yaxşı olar. Baxın belə bir yerdir. İnansız bilmirəm neçənci mərtəbəyə qalxacam. Yəqin burada yazılar. Bayaqdan inansız bu qədər ağır çanta ilə gəzirəm. Belim çox ağrıyır. Zdravotvorvesi, извини. Я mislim da imali ovde hostel. Eyvah, apartmanı. Apartman, isto. Dostlarım video çəkirdim, bir dənə sev gəldi. Baxdı ki, yəni bu neynir əlində kameranın liftin qabağını oxuyur. Dedim belə-belədir, mən hostel görmüşəm, mənə hostel lazımdır. Dedi qabaqdan gedəcəksən. Gedim ora baxım, tapsam çox yaxşı olar. Tapmasam, nə bilim qardaşım, tapmasam getməyə yer var, amma mən sıxılacam orada, həqiqətən mən bunu bilirəm. Uşaqlar, baxın, eyni buranı göstərir. Baxın. Yəqin ki, çox güman ki, buradır. Girirəm, vallahi, nə olar. Girim sizə uşaqlar, yoxsa yox? Aha, tapdım, buradır. Uşaqlar, Allah'a şükür tapdım, burası da qapı açılmır. Bura necə girə bilərəm bura? Hostel var burada.
Diyoruz. Aha tapdım uşaqlar. Uşaqlar görün deniz həyata bakın görün ne hokka çıxır burada. Bastım bunun üstüne. Ne olacak indi? Bir anda basım. Bir anda bastım. Yani konkret bugün mazara yaşıyorum beni. Zdravo. Bu niye getmir buramız? Ayda. Uşaq buranın nömrəsi yazılmır axı. Taraba. Vay dede uşaqlar mən nələr yaşayıram uşaqlar. Qapını bir dənə gəldi şey açdı. Yanında Pekara var. Buranın yanında Pekara var. Pekara'dan soruşdum. Dedim mən hostel üçün gəlmişəm. Bəs mənə bura lazımdır. Gəldilər həmin hostelin kodunu yazdı, qapının kodunu yazdılar. Hal-hazırda içəri daxil olmuşam. Belə bir yerdir. Uşaqlar yəni mazərə dalıyca mazərə həqiqətən. Mən bilmirəm axı neçənci mərtəbədir. Gedəyə görə nə olur əziz dostlarım mənim. Hal-hazırda düz mərkəzin yanında. Elə bilin ki, Targovunun düz mərkəzində bir hostel tapmışam. Hostel elə bir şeydir ki, əziz dostlarım. Yəni ki, 10 nəfərin, 15 nəfərin otaqlara bölünüb yatdığı bir yerdir. Mən əslində bu belə yerdə qalmayacaqdım, həqiqətən qalmayacaqdım, amma otellər çox bahadır. Mənim bura gəlməyim təzəlikcə bəlli oldu deyə mən əvvəldən otel rezerv eləmədim. Və indi qiymətləri 300 manat bir gecəsi, 400 manat, 500 manat. Yəni bunu bilən həqiqətən bilir ki, mən düz deyirəm. Şəkillərini də qoya bilərəm yəni. Çox bahadır. Aha, tapdım. Welcome to... Ya Allah, necə eləyim? Zdravo. Zdravo. Добрый вечер. Zdravo, добрый вечер. Merhabalar. Merhaba. Abi, əziz dostlarım, video çəkəndə gördüyünüz oğlan yaxınlaşdı mənə. Türkdür, burada qalır. İndi mənə buranın sahibinin nömrəsini verəcək, danışacağım. Görək burada qalmağa yer var yoxsa yox. Tamam, görüşürüz, kendinize iyi bakın. Əziz dostlarım, burada qalmağa yer yox idi və yenə də bir qardaşım, bir dostumuz zəng elədi ki, Şahin, biz şəhərdəyik, konum atdı mənə, dedi, dur gəl, gəzək dolanalım, axşam gedib bizim evdə qalarsan. Bu söz mənə and olsun Allah'a uşaqlar 3 gün əvvəl deyilmişdi, 2 gün əvvəl deyilmişdi. Sadəcə dediyim kimi, mən kiməsə yük olmaq istəmirəm. Səhərdən özünüz görürsünüz, bir dostumla görüşürəm, sağollaşıram, birilə görüşürəm, sağollaşıram. Bu birisiniz əziz dostlarım, dediyim kimi, bunlar işləyirlər. Bunların burada ailəsi var, uşağı var. Mənim bayaq görüşdüm, dostumun məsələn ailəsi var burada. Yəni durub onu mən deyə bilmərəm, axı sən gəl məndən yerini keçir. Bu faktdır. Ayıb olar, yəni bu insan ailəsini atıb, yəni gəlib mənlə bir yerdə yerini keçirəsi deyil, qeyd eləsi deyil. Ona görə hər adamın belə şeylər demək olmur. Çünki hamı bekar olmur, cəmaatın işi var, gücü var. Belə şeylərə görə adam narahat eləmək istəmir. İndi hal-hazırda saat 7-dir, artıq digər gözlədiyim dostlarım işdən çıxdılar. Bayaqlar onlardan xəbər gec-gec çıxırdı deyə mən dedim, gəlib hər ehtimala qarşı hostel tapım. Amma indi zəng elədi ki, bəs gələ bilərsən, çünki işləyirlər. Səhər də sizə dediyim kimi, yəni burada bu ölkələr elədir ki, ancaq gəlib burada işləyəsən. Yəni ki, işləmədin elə bil ki, çöldə qalarsan. Belə söhbət. Heç səniz dostlarım, indi dostumun atdığı konuma gedim, o da mən tərəfə gəlib, görək nə edirik. Dəlhatçım, süperdi, süperdi. Süper. Zdravo, добрый вечер. Sınav qadın. Aha, belə bir şeylər var. Məncə bu yaxşıdır uşaqlar. Hətta bu. Bir dənə göyün gözəlliyinə baxın siz. Qardaş, ölkənin göyü də farklı, yeri də farklı. Dəhşət bir şeydir də yəni.
Dəhşət. Dəli olmamaq əldə deyil axı. Özdə tək başına qardaş, tək başına. Tək başına həyatın dadını çıxardıram. Allah sənə şükür olsun. Gedirik, hələ saat 7-dir, 8-in yarısı. Görək axşam nə olacaq. 25 dəqiqədir, yarım saatlik aşağısı mən ayaqla yol gedirəm. Və bu mən o qədər xoşdur ki, o qədər gözəl hiss edirəm özümü. Yırtıq pantolon görürsə yəqin ki, Monqolistana, Türkiyədən Monqolistana ayaqla gedir. O yadıma düşür, yetim nələr çəkilmiş. Çantam ağırdır. Biraz sözün açığı yorğunam, təngənəfəsəm hal-hazırda. Amma son sürət yola davam edirəm, çünki bu yolu özüm seçmişəm. Mənə çox xoşdur. Nə xoş ki, videoya baxan 1000 nəfərin yüzüm mənim videolarımdan motivasiyalı. Əziz dostlarım, dediyim Azərbaycanlıların yanına axır ki, gəldim çıxdım. Bunlar da qüvvətli yaşayan Azərbaycanlı qardaşlarımızdır. Allah canlarını sağ eləsin, sağ olsun, gözlədilər həqiqətən. Bir daha bayramı təbrik edirəm. Allah seni reyizə görsün, Allah sağ olsun. Allah seni reyizə görsün inşallah. Şimdi qardaşlarım burada yəqin ki, Alıvat dostları falan gələcək və mən şokdayım. Mən Belqradı bu dərəcə bilməzdim. O qədər millət var ki, əziz dostlarım burada, baxın. Dəhşət dərəcədə çoxdur, həqiqətən dəhşət çox millət var. Allah aşkına en azından artık biraz rahatım. Çünkü bayaq tək idim və yorulmuşdum, amma indi rahatım. Yanımda Azərbaycanlılar var. Millət var əziz dostlarım, millət. Süperdi, həqiqətən. Mən Serbiya həqiqətən belə bilməzdim, çox gözəlmiş. Bence ağzım üstə girmədi. Bence əlavə şeylər, uçuşlar gələcəklər axşam, elə mi? Süper, həqiqətən də. Yeni mübarək! Ay ay ay! Süper, süper əziz dostlar. Dostlarımla görüşlər, hər şey çox gözəldir. Buradadılar. Əziz dostlarım, saat 12'ye qalıb 5 dəqiqə. Hal-hazırda biz Serbiyanın Belqrad şəhərində Azərbaycanlı və Özbəkistanlı qardaşlarımızla bu qədər millətin arasında durmuşuq. Biz buradan əslində şəhərə tərəf gedəcəkdik. Sadəcə gördük burada bu qədər millət durub. Baxın, yolun sağı bütöv maşındır, bütün körpünüzləri. Və yerli əhali hamısı burada, turistlər də, yəni təbii ki, yoldan keçən turistlər də hamısı gəlirlər. İndi görək buranın şənliyi necə olacaq. Azərbaycanda hardasa saata təxminən 3'ə qalıb, burada hala saat 12 olmayıb yəni. Saat 12'ye qalıb, artıq yavaş-yavaş başlayır. Görək burada şənliyi necə olacaq. Hal-hazırda hər kəs belə bir körpünün üzəri var. Körpünün üzərinin daşı üstə çıxıb belə dayanır. Mənzərəyə baxırlar. Görək necə olacaq, mənə də çox maraqlıdır. 4 gözlə gözləyirik. Hello my channel. Salam olsun Azərbaycana burada. Belqraddan Azərbaycana qucaq dolusu salamlar. Baxın əziz dostlarım, görün nə qədər insan var. Selamünaleyküm. Selamünaleyküm abi. Selamünaleyküm Özbekistan'a burada. Əziz dostlarım, və sizə bir sualım var. Zəhmət olmasa hal-hazırda videonu dayandırın, yazın. Sizcə Azərbaycanda daha böyük ateşfəşanlıq olur, yoxsa burada? Mən həyatımda 2 dəfədir belə bir şey Belqradda mən yeni görürəm. Mən də bilmirəm. Sizcə Azərbaycanda yaxşı, daha böyük olur, yoxsa burada? Onu bir dənə yorumlara yazın. Səncə harda daha yaxşı olur qardaşım ateşfəşanlıq? Doğrudan, mən görməmişəm buranı. Əmi, səncə harda? Düzdür, Azərbaycan həqiqətən çox gözəldir. Mən bilmirəm deyə mən təxmin eləmək istəyirəm ki, məncə burada biraz daha çox olar. Çünki bu şəhər daha çox böyükdür.
Bakı biraz balaca olduğu üçün Bakının tək sadəcə bulvarın önündə var, amma bura çox böyük olduğu üçün mənə elə gəlir ki, burada hər yerdə olacaq. İndi görəyik dostlarım, hal-hazırda gözləyirik və hal-hazırda hello, zdravo. Hello, zdravo, Dorbeçi. Aleyküm salam, hər vaxtı xeyirli olsun, məndən ona salam. Aha, başladı əziz dostlarım, başladı. Ya Allah, görək necə olacaq. Oo! Haydi, kaçmam, hadi. Oy oy oy. Oy 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 oy, bu ne güzeldi. Oo. Oy oy oy, süperdi, möhtəşəmdi. Və hələ saat 12 olmuyor. Oy oy oy. Oo. Bir dakika gelin, bir dakika. Hey, 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 va, gel. Allah size bu 2026-cı ildə arzuladığınızdan da qat-qat gözəl bir həyat qismət eləsin inşallah. Necə bir həyat arzulayırsınızsa, hansı ölkədə olmağı, hansı insanlar içində olmağı istəyirsinizsə, necə bir özünüzə həyat arzu edirsinizsə, Allah sizə inşallah 2026-cı ildə arzuladığınızdan qat-qat gözəl bir həyat qismət eləsin. Yeni iliniz mübarək. Əziz dostlarım, indi biz nə arzu edirik? Məsəl üçün, mən bu dəqiqə bir şey öyrəndim ki, bax, burada bu qədər millət yığılıb, bu dəqiqə bura hal-hazırda Bakı olsaydı, yəni burada elə bir qışqırıq səsi olardı ki, təsəvvür edin mənim kimi enerjili bir insan, bizim kimi enerjili bir insan, ürəyin partiyı ki, buna qışqırmırlar. Yəni qışqırmamışlar, nə deyəməyəcək? Hə, işıqlanma süper, hər şey gözəl, amma mən dəli kimi qışqırmaq istəyirəm, bunlar hamı sakitdirlər, yəni dəhşət bir şeydir. Heç kim qışqırmır, nə qədər mən nəvə qatdım ki, bəlkə qışqıranlar, hamı deyərəm sakin. Biz hər dəqiqə hırraqana salar, aaa, belə qışqırlar, heç kim qışqırmır. Hamı deyərəm sakitdə. Baxın, nə girib ağzıma. Bunların səs çıxmır, nə qardaş, bunlar niyə qışqırmırlar, bunlar niyə bir şey eləmirlər burada? Burada çok Sakitdiler. Yani bizde böyle bir şey olsa, yani mümkün değil de bu kadar sakitçiliği olsun. Bizde ses kötümüştü ha. Ne bileyim vallahi bilmiyorum, belki de bizdə əslində belə olmalıymış bəlkə də. Sözümü geri alıram. Allah'ın olsun ya, içindən nə gəlir onu deyim. Sözümü geri. Əmi, Azərbaycanda. Azerbaycan'da göz olur. Ha. Burada atmosfer tamam fərqlidir dostlarım. Yəni burada heç kim qışqırmadı eləmədi, səssiz də yenilir amma gözəldir. Amma Azərbaycana qurban olum da, yəni də oradakı hırraxana var, o küçədə qaqaşlar və elirlər. Yəni elə bir şey olmadı.
Amma yenə də yaxşıdır. İndi görək buradan çıxıb hara gedir əziz dostlarım mənim. Siz hamı dağılışır. Yeni il davam edir əziz dostlarım. Valla mən bura Azərbaycan buradan daha maraqlı gəldi. İndi mən istəsəz yəni videomu qoymaya ehtiyac yoxdur. İstədim qoyum Azərbaycandakını. Yəni belə indi görə hara gedir əziz dostlarım. Davam edir. İndi konsert başlayır. Canım ay əmi. Haralsan əmi? Şəkidən. Şəkiyə salam göndər bir burada. Şəkillərə salam, yeni illərə xeyirli uğurlu olsun. Amin inşallah. Hamısına düşərli olsun. Allah canı Atilində hamı muradına çatsın. Ay maşallah. Əmi xeyli, əmi sən maşallah xeyli ölkədə yaşamısan. Bəli. Əmi ömrünün yarısından çoxunu bəlkə də verib xarici ölkələrə. Nə. Maşallah. Sağ ol, çox sağ Allah ol. canı. Əmi kəlmə, yeni mübarək. Siyah. Siyah da. Ha, siyah. Süper. Əziz ekran önündə əyləşən dəyərli izləyicilər, mən Şahinin video səs effekt editləyicisiyəm. Məlumat verir Şahin. Yaşadığım yerlərdə maraqlı, faydalı və əyləncəli kontent hazırlayıram. Videoları tamamilə özüm maliyyələşdirirəm. Çəkim, səs və musiqi editi, video edit paylaşımı mənə aiddir. Əgər sən də bu videoların davamlı olmağını, daha da keyfiyyətli olmağını istəyirsənsə, kanalımıza abunə olub, videonu bəyənib, yaxınlarınız ilə paylaşıb, daha sonra isə videonun məlumat hissəsinə etiketlədiyim linkə daxil olaraq Kofi Al saytından kofi alaraq bu yolda yanımda ola bilərsən. Reklam veya işbirliği için Instagram, TikTok veya WhatsApp üzerinden iletişime geçebilirsiniz.